Milli kimlik ümumiyyətlə nə ilə tanınır? Tarixi ilə tanınır, tarixi şəxsiyyətləri ilə tanınır, ədəbiyyatı ilə tanınır, mədəniyyəti ilə tanınır. Milli kimliyin elementləridir ki, bu tarixdən süzülüb gəlir və bir millət o dəyərlərin, belə deyək, fonunda formalaşır. Azərbaycan xalqının ədəbiyyatına baxanda, tarixinə baxanda, tarixi şəxsiyyətlərinə baxanda görürük ki, Kərbəla, Əhl-i-Beyt məhəbbəti ən önəmli yerdədir. Düzdür, Kərbəla haqqında, İmam Hüseyn haqqında bütün xalqların nümayəndələri yazıblar. Bütün o korifey şəxsiyyətlər, şairlər, onlar ədəbiyyatçılar yazırlar. Bizim Nəsimimiz, bizim Xətaimiz, bizim digər şairlərimiz Azərbaycan elitası. Baxın, Azərbaycan elitası özünü Əhl-i-Beytin nökəri adlandırıb, Əhl-i-Beytin xadimləri adlandırıb. Xan qızı, məsələn, Natəvanın yazdığı mərsiyələr özünü Zəhranın kənizi adlandırır. Söylə Hüseynə, ey Səba, Kərbəlaya gəlməsin, gəlsə düşər bu dəhridə, dərd-ü bəlaya gəlməsin. Və bizim fəxrimizdir ki, biz Peyğəmbər ailəsinin müsibətində kədərlənirik. Biz onların dərdinə yanırıq və bu çox böyük bir dəyərdir.